Wikilüğət bütün dünyadan könüllülərin yaratdığı və inkişaf etdirdiyi açıq mənbəli, çoxdilli bir lüğət layihəsidir. Onun əsas məqsədi sözlərin mənalarını, mənşəyini, tələffüzünü, qrammatik xüsusiyyətlərini, müxtəlif dillərdəki qarşılıqlarını və istifadəsini izah etməkdir. Fərqli olaraq ənənəvi çap lüğətlərindən Wikilüğət dinamikdir, daim yenilənir və istifadəçilərin iştirakı ilə böyüyür. Bu layihə Wikipedia ilə eyni prinsiplərə əsaslanır. Məzmun azad lisenziya altında təqdim olunur, hər kəs məqalə yarada, düzəliş edə və mənbələrlə zənginləşdirə bilər. Beləliklə, o yalnız bir dilin deyil, bütün dillərin məlumat bazası rolunu oynayır və geniş bir dil ensiklopediyası təsiri bağışlayır. Wikilüğətin ən böyük üstünlüklərindən biri onun çoxdilli quruluşudur. Məsələn, Azərbaycan dilindəki bir sözün izahı ilə yanaşı, həmin sözün başqa dillərdə qarşılığı, etimologiyası və müxtəlif kontekstlərdə istifadəsi də göstərilə bilər. Bu istifadəçilərə həm lüğət, həm də dil öyrənmə baxımından zəngin imkanlar təqdim edir. Xarici dilləri öyrənənlər üçün sözlərin tələffüz faylının əlavə olunması, nümunə cümlələr, dialektlər və arxaik formalar haqqında məlumatın verilməsi prosesi Wikilüğəti öyrənmə aləti kimi daha da dəyərlidir. Wikilüğət yalnız müasir dillərlə məhdudlaşmır. Orada qədim dillərə, ölü dillərə, hətta süni yaradılmış dillərə aid məlumatlar da yer alır. Latınca və ya qədim Yunan dilində sözlərin izahını tapmaq, həmçinin Esperanto, lojban kimi konstruksiya olunmuş dillərin lüğətini öyrənmək mümkündür. Bu, layihəni həm də dil tarixi və dilçilik baxımından zəngin bir mənbəyə çevirir. İstifadəçilərin iştirakı Wikilüğətin təməl prinsipidir. Hər kəs eyni söz əlavə edə, olan izahları genişləndirə, mənbələr göstərə və ya səhvləri düzəldə bilər. Bu səbəbdən məzmun keyfiyyəti birbaşa könüllərin fəaliyyətindən asılıdır. Bəzi dillərdə Wikilüğət kifayət qədər zənginləşib və milyonlarla söz ehtiva edir. Bəzilərində isə hələ ilkin mərhələdədir. Lakin layihənin açıq quruluşu ona imkan verir ki, zaman keçdikcə bütün dillər üzrə daha əhatəli bir resurs yaradılsın.